Salam dostlar, mən Məhəmməd. Dedim biraz burada futbol oyunu oynayayım. Qarabağ komandasını seçək. Rəqibi nə qoyaq? Rəqibi. Hər Inter Milan qoyuram. Getdi. Görək başımıza nələr gələcək. Maç başlamaq üzrə ha. Türk spiker qoşmuşam. Nə bilə. Top 100 Qarabağda 0% Inter Milan'da eləmi? Şey qoşmuşam, spiker qoşmuşam. İngilis dilində dəstə spiker olsun, mən Türk dilində elədim. Orada ayarlardan nə söylədim bilmirəm, Türk dilində oldu. Orada ayarlardan yox, nəsə var idi. Spiker dilini seç, Türk dilini seçdim orada. Pozisyonu kaybediyor. Pas verecek alan arıyor. Pozisyonu kaybediyor. Ayvırda. İşte ben bu çətinliyi bilməm, heç çətinliyinə baxmadım. Bilməm indi normal səviyyədədir yoxsa o ən zəif səviyyədə falandır yəni. Deyəsən ən zəifdir, bilməm. Bəlkə normal. Paslarına baxacağım, indi onun oynayışına baxacağım. Abi zəif deyə. Babamcım keçə bilərəm belə. Kəllə məllə qoymur. Zəifdir bu. 10-0 bitəcək bəlkə də bu oyun. Bay getmir eləmir, qoşmur eləmir. Həri. Biraz gol ata bilərəm. İyini çalma 1000 dəfə attım onu. 1000 dəfə də yedilər. Oy. Oy. Ha bu nətər? Atamadım qapıya. Nə qədərləşdim o girmədi. Nə var mən girmirdə. Nə var mən girmirdə qapıya. Sən öl. Get görə bir dəfə vurarsan. Vur. Vurdum. Davaya məqsəd qoydum. 8 dənə qol at. 10 dənə qol atsam kanala abunə olarsınız. Davaya videoda like atarsınız. Davay. Desən heç 10 dənə qol atamayacağım. Sıkıntı kardeşim ya. Tullan dana. Oy. Uzaqlaşdırdı yiyəcək. Axod eləndə qayda var. Axod eləyəndə yəni vaxt ayırdı. O deməkdir ya. Ay dədə niyə çöl atırsan sən onun? Pozisyonu kaybediyor. Ceza sahası içinde. Oy. Son girəcəyini gözləmirdim mən. Həri. 4 dəqiqə əlavə verdi. Bu bir dənə keçə bilərəm. Seçeneklerine bakıyor. Gel. O çeşdim. Kiko. Ay dede salahtım. Evet bitti. Biter dayım diye. Davay 10 dənə qolu görək ata biləcəm. İkinci yarı başlıyor. Görək daha. Pozisyonu kaybediyor. Sert bir şut. Bu mükemmel bir gol. Ne videosu atında demir susağı sen o. İşte top gidiyor. Topu tutamadı. Ara pası deniyor. Geçti. Bomba çimiyor. Vur. Vay dede. Dumar koçum dedi. Ben ton. Pozisyonu kaybediyor. İçeride mi? Oy. Montier. Montier. O desem bura Montier yazıplar. Montiel'di diyesen o Montiel. Başay. Ben ne attım ola bazım.
Risk attım ya pas. Onu riske bastım. Tramvayla onu. İlk 60 dakika geride kalırken temponun biraz düşmeye başladığını Risk yani görüyor. qəflətən. Aha bunu hoppala. Hoppala. Topu tutamadı. Haydi de. Pozisyonu kaybediyor. İyi savunma. Aha. Haydi de onlara gol çatacaq ki. Çatana oxşamır ha. Deyəsən kanala da abunə olmayasınız. Və bəxtimdən elə o olar. Mən İletiyor. top gəlir ki ayağıma. Gəldi. Ara pası gönderiyor. Güzel bir ara pası. Sert bir şut. Vuruz. Köşe vuruşu kullanılacak. Ay dədə vay. Denemeye değerdi. Cəbirmlə bunu uzaqlaşdıracaqlar da vuramayacağım qapıya. Çapraz. Gol attı. Oo vurdum. Necəbə. Məndən çıxmayan iş. Tekrar. Çalhanoğlu. Çalhanoğlu da. Hakan Çalhanoğlu. Hakan Çalhanoğlu burada. 10 numara her yerde. Şutunu atmak için çaba. Söyleyeceksin seni. Fırsat kaçtı. Söyleyeceksin. Uzun oynayarak başlatıyor. İyi bir ara pası. Ara pası geliyor. Nokta atışı pas. Güzelce pozisyonu sürdürüyor. Vur. Gol. Leandro Andre'de. 10 gol olmayacaq deyəsən. İşte top gidiyor. Çatan da mən şəxsən inanmıram. Topu tutamadı. Aha diyorum. Oha. Çöl atacaq yaxında. Heç çatdıq ki. Pozisyonu kaybediyor. Pozisyon elə kaybeder ancaq. Onlar Defansın arkasına geçebilir. Onları burada gerçekten hissedebilirler. Evet. Baxın. Dostlar bu qədər əziyyət çəkdim. Kanala abunə olun da bir zəhmət like atın videoya. Pozisyonu kaybediyor. Əziyyət çəkdim mən. Bu qollar atmaq üçün. Top out'a çıkıyor. Ya auto çıxar. Hakem Dostlar kanala abunə olursunuz, videoya like atırsınız. Bu qədər əziyyət çəkdim nə yəni. Birini oynayan mırtına. Ağlıma bir şey gəlir. Bu oje maraqlı bir şey olacaq. Məndə bax Prime Barcelona var. Hardadır? Burada böyle bir şey olsun bax. Prime Real Madrid de var məndə. Prime Real Madrid'i seçin özümə. Beləmi? Rəqibədə Prime Barcelona seçim. Nə edəcəm indi? Bunu ən çətin səviyyəyə qoyuram. Sıkıntı kardeşim ya, heç nə. Bir dənə bu kadron ayarlayaq. Baba girdim. Kürəkçim olacaq, maraqlıdır. hoş geldiniz. Taraftarlar oyunu gerçekten sabır. İlk düdük geldi ve maç Bax burada yenə həmən şey var. Tam 100%, 0% ondan da. Ondan ayağına dəymir ki. Aydı də. Oy bu indidən gedir qabağa. Yavaş qoqum, yavaş. taşıyor. Samuel Eto'o gedir. Arkada pozisyon alıyor. Bu boyda Ramos var burada. Tehlikeden uzak. Pas verecek alan arıyor. Topu ileriye taşıyor. Ara pası gönderiyor. Ara pası Güzel bir gönderiyor. ara pası. Bir ara pası denemesi. İleri doğru gönderiyor. Oy. Ara pası deniyor. Pozisyonu kaybediyor. Bu nədir? Her iki takım Aha, Cristiano Ronaldo'ya pas. Öpürəm. Getdi. Hoppala. şans. O ayda da çetemedim. Kaldı. İyi bir ara pası. Zamanında müdahale. Gaga bu oyun 0-0 bitəcək. Penaltı, bilmirəm, penaltıdan udacam deyəsən. Pas. Baskı
Defasın arkasına geçebilir. Arabasını iletiyor. O dedim burada gol atabilir ha. Çatın diye müdafiyen çeşmeye herhalde. Arabası gönderiyor. Casemiro. Güzel bir Casemiro. Casemiro. arabası deniyor. Pozisyonu Vur. kaybediyor. Bill niye vurmadın kapıya? Uzun oynayarak başlatıyor. İleri doğru gönderiyor. Kare pas. Oy ne garipsan. Ne garipsan. Müdahale. Oy. Ay dede vay. Oynayırıq da görək başımıza nə gəlir. Vay bu qaçır ya. Hadi. Qaç çat. İçeride mi? Aha vuramadı direğe değdi. Şut isabetinde biraz iyileştirme gerekiyor. Niye belə diye? Ben de vurdum kapıya girmedi. Zorla gelmiştim hemen oraya. İyi bir arabası. Messi. Güzel blok. Arabası gönderiyor. Kare pas. Zamanında müdahale. Güzel bilek hareketleri. Ay. Ne güzel bir pas bu. Onları tam olarak anlayamadılar. İlk yarı eğlenceli geçti. Oldukça agresif. 0-0 böyle. Şu anda ikinci yarı Bir başlıyor. de gol at. Bir defa ben geldim atanmadım. Bir defa da o geldi atanmadım. Güzel bir arabası. O direğe vurdu ben de direğe vurdum. Tam zamanında bir müdahale. Elə vəziyyət o olacaq. Tutamadı. Elə vəziyyət belə oldu. İncelikle oynadı. Vay bu nədir? TikTok oynuyorlar ya məli başda. Üst düzey harika bir, Paslaşma oynuyorlar ya məli harika başda. bir oyuncu için harika bir fırsat ama sonuç harika değil. Aha. Köşeden ateş ediyor. Yeah. Muhteşem Oy bir dede. nefesle Sağ ol. kaleye üstü bir iş çıkardı. Kaleyi uzun Qapçı yaxşı tutardı. Kaçın dostu qapçı. kanadı. Oyunu çok güzel okuyor. Sergio Ramos uzaklaştır falan. Yolu açıyor. Vay. Kare pas. Ara pası deniyor. Harry. Topu ileriye taşıyor. Messi. Ankara Messi o mən var ya. Bu oyunu oynayan da var ya. Messi ilə getdim belə. Mən Ankara Messi. Messi zor oynayırdı ya. Qəşəng oynayırdı. Get Benzema. Şanslı bəli. Göz göze geldi. Oy, nətər tutdun hə? İleri doğru Mən maraqlıdır. Nətər tutub görəsən? Nətər tutdu? Matam. arabasını iletiyor. Bir ara pası denemesi. Mod qoldum ya. Mod qoldum ya. Ara pası gönderiyor. Nətər? Zamanında Ettar da müdahale. ne kadar da mat qalmır Pası arasında. teslim. Oy tez uzaklaşdır. Oy əlim dəydi oyunu diyandırdım. Ha Cristiano Ronaldo gedir. Diyan. Pozisyonu kaybediyor. Ey dede vay ver bura topu. Rem partladı ver bura. İyi bir ara pası. Allah. Ara pası deniyor. Ay dede. Orada da bir oyuncu var imiş. Ara pas. Ara pası gönderiyor. Birebir de iyi oynuyor. Vurdum. Verdi. Sadece birkaç santim. Ne oldu? Penaltı geçseydi bu. 84 dakikada 0-0. Güzel blok. Puyol o ne varsın. Faul elədi Puyol. Oyuncu kart göstermediği için hakeme teşekkür etmeli. Modric vur kapıya. Nereye gitti? Kaleciden harika bir öngörü. Qapçı xilas elədi. Birkaç dakikamız daha olacak. Qapçı topu tutdu yoxsa? Gönderiyor. Heç nə. Ara pası deniyor. Hakem Ay dədə vay. 90 dakika sonunda galip gelen yok. Oho. Uzatmalara geçiyoruz. Uzatmaların ilk yarısı başlarken
Yorgunluğun herkes için güç tüketen bir geceye dönüşmesi anlaşılabilir. Anlaşıla bilər hə. Topu tutamadı. Ha, ne oldu? Çalıyor. O elim değdi şeye reklama. Gitme zamanının geldiğine karar verdi. Oğlum karıştı birbirine. Sağdan ara pas. Şeye. Oyunu çok güzel okuyor. Kandan güçlendirmeye yarıyor. Ne yarıyor? Enerjiler berpa eləməyə. Ne baş. Topu tutamadı. O da. Güzel Ədə. bir O da. pas. O da. Ədə. Ədə. O da. O da. Ədə. Ədə. O da. O da. Ədə. Sadəcə bunun baş xarabdır nədir? O da. Ədə. Ədə. O da. O da. Ədə. Ədə. O da. O da. Ədə. Mən özüm də Topu çalmak için adım özüm attı. də əsəbləşdim ya. Öne doğru vuruyor. Gərək göydən atardım mən onu. İleri doğru. Harıydı. Baba göydən. Ata bilsəm atacağam. Əl çəkdi ki oyuncu məndən. Uzatmalarda ilk yarı sona erdi. Sona erdi hə. Kare pas. Ara pası deniyor. Yarım yamalak bir müdahale. Koduş yine bir pas verdi. Neyse uzaklaştırmadım. Öne doğru vuruyor. Baba bir yana uzaklaştır. Oy cüre de kapıya indi ne diye. Oyunu çok güzel okuyor. Bak gönlü qaqan ne olur. Hara yetti. Mükemmel savunmayla atağı durdurdular. Oyundan henüz belirlenmedi ve sinir bozucu penaltı atışlarına doğru gidiyoruz. Penaltı. Doğru sen mi oynadacaq? Hata yok. Hata yok ben hadi. Bu tərəf atacaq. Messi diye bu tərəf atacaq. Bilirdim de ya. Baxmadım bak oyuncuya. Bu tərəf vuracağım. Beklenen son. Sağ atacaq indi. Ey dede. Hiç şansı yoktu. Yani papı tutulan. Nasıl bir penaltı? Ya onu neden kurtarsın? O neden xilas eləsin? Ama bu tərəfə vuracağı Samuel Eto'u. Kaleci Oo, topu çıkarttın. tahmin etti. Çıxartdın. Beklenen Harry. Gəl belə. Eləyə bilərsən belə. nasıl bir penaltı ama? Qoşaqdan oldu gol. Cristiano Ronaldo. Sü. Hata yok. Ala. Belə bitdi oyun heç nə qaqa. Heç nə qaqam nə olacaq? Belə. Zorlu bir penaltı atışının ardından final zaferini kazandı. Deməli dostlar, belə yəni o şey oyun belə oldu da, ümumiyyətlə deyim. Oyun belə oldu yəni, amma penaltıda utduqda oyunu qəşəng oldu, maraqlı oldu. Maraqlı məqamlar oldu. Videonu 20 dəqiqə çatdırmaq üçün çabalar. Hə, şeydir. Görək də planlarım var. Çoxlu videolar çəkmək istəyirəm. Görək də deyirsən bu kanalda ən uzun videomdur, amma o birisi əvvəlki kanalımda 31 dəqiqə 10 saniyə zad video atmışdım. Burada deyəsən 17 dəqiqə zad idi. İndi daha çox olacaq. Yəni video uzun olanda prosto şey əsəbimi oynadır biraz. Video ki uzun olanda şeydir. Nədir onadır? Məsələn videoda tutalım şey, videonu editləyirsən məsələn. İndi videoda bəzən şey olur da, nə deyirlər ona? Nə tər deyim mən sizə? Məsələn, önəmli öskürürsən ya da kimsə səni çağırır. Eğer şu oyun oynarsan risk kimsə səni çağırır. Məsələn, qardaşım gəlir yanıma, o heç atam gəlir əsir məsələn məni çağırır indi məsələn də. Mən də gərək şey edeyim də onu editləyim. Və həmin vaxt onu editləyirsən, hə. Və onda şey vaxt aparır, bat vaxt aparır. Sən elə onu şey edirsən. Əslində mən o videonu bura atıram ki, atmazdan əvvəl nə qədər editləyirəm, biraz vaxt aparır doğrudan.
Hətta şeydir, onu hələ sən şey deyirsən, yüklənəcən. O canın çıxır o yüklənəcən. Harada? Gələ kimsə səni çağırır, səsi düşür ora. Sən də onu elə düzəldənəcən. Getdi belə. Nəysə dostlar, yəni beləliklə videoda belə oldu. Sizin düşüncələriniz nələrdir? Yayda nələr eləyim, nə arım? Bu videonu heç birazdan izləyən olmayacaq sizin. Birazdan heç izləyən olmayacaq. Mırtla danışıram da. Hə, fikirləriniz nələrdir? Yəni yayda hansı videolar çəkəcəm? Mənə bir dənə video fikri deyin. Yəni yayda bir dənə qəşəng video çəkərəm. İstəyirəm ki, yayda bir dənə maraqlı bir dənə video çəkim. Yəni nə bilim mən, yayda tez-tez video çəkmək istəyirəm. Belə nə tər deyim, uzun videoda bir maraqlı olsun. Shorts bilmirəm, belə uzun video elə bilmirəm, daha maraqlı gəlir nəsə. Danışma bir şey axtarım, söhbət axtarım. Bilmirəm bir də üzümü göstərim ya yox, biraz başım qarışıq. Başım qarışıqdır biraz. Başım qarışıqdır, bilmirəm. Üzümü göstərim ya yox. Yəni tamam deyiləm ya. Hə, nəsə axırı qəşəng oynadıq, maraqlı oynadıq doğrudan da. Nəysə dostlar, oldu. Sağ olun. Hələlik. Ürəyimsiz, sağ olun.